Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram hər birinizi, dəyərli tamaşaçılar. Ümidvaram ki, Fatimiyyə günlərindən ən gözəl surətdə istifadə edə bilmisiniz. Və ümidvaram ki, bizim söhbətlərimiz sizin üçün faydalı olub. İnşallah ki, öz xeyir dualarınızda bizi də unutmayın. Və bugün istəyirəm ki, İmam Sadiq əleyhissalamdan bir hədislə mövzuma başlayayım. Çünki son günlərdə artıq əsl şəhadət gününə yaxınlaşmışıq və bu günlərdən sözsüz ki, xanımın müsibətini zikr etməyin öz yeri var. Və İmam Sadiq əleyhissalamın buyurduğuna əsasən, yəni ümumiyyətlə xanımların içində, bütün dünyaya gəlmiş xanımların içində 4 əsas xanım var idi ki, çox böyük bir çətinliklər və müsibətlər yaşamışdılar həyatlarında və həqiqətən də insanlar tərəfindən çox əziyyət görmüşdülər. İmam Sadiq əleyhissalam buyurur ki, bu 4 xanım çox müsibət görüb və çox əziyyətlər çəkiblər və hədis də qeyd edim ki, Biharul Ənvar kitabındandır. Birincisi Fironun xanımı Asiya. Fironun xanımı Həzrəti Asiya bildiyimiz kimi inanclı bir şəxs idi və öz dövründə tək Allahlı idi. Baxmayaraq ki, o Firon kimi Allahlıq iddiasında olan bir kəsin yoldaşı idi, həyat yoldaşı idi. Amma o qədər əziyyətlər görür, o qədər sıxıntılara səbr edir ki, axırda Allaha deyir ki, mən bu dünyadan heç nə istəmirəm, yalnız sənin yanında bir ev istəyirəm özüm üçün. Yəni Allahın özünü istəyir, Allahın yanında olmaq istəyir. Və həqiqətən də o behişt xanımlarındandır hədislərə əsasən. İkinci xanım isə Həzrəti Məryəmdir. Həzrəti Məryəm insanların töhmətləri, qınaqlarına o qədər məruz qalır ki, İsa Məsihi, İsa əleyhissalamı dünyaya gətirdiyi üçün öz dövründə seçilən gənc bir xanım olur və nümunəvi bir xanım olur. Və Həzrəti Məryəmə sırf atasız uşaq dünyaya gətirdiyi üçün, İsa əleyhissalamı dünyaya gətirdiyi üçün o qədər təzyiqlər, o qədər baskılar, o qədər töhmətlər vurulur ki, insanlar tərəfindən və sözsüz ki, Həzrəti Məryəmə də susmaq əmr gəlir Allah tərəfindən. Və Məryəm o qədər narahatçılıq keçirdir ki, axırda, hədislərdə var ki, belə müraciət olunur ona Allah tərəfindən ki, ayağının altı tərəfdən, ayaq səmtindən belə bir səda gəlir ona ki, Məryəm qüssə yemə, yəni narahat olma. Və Həzrəti Xədicə üçüncü xanımdır. Üçüncü xanımdır ki, tarixdə həqiqətən də çox çətinliklər görmüşdü və İslamın inkişafında böyük bir rolu olmuş xanım idi və sözsüz ki, əsas məsələdə, əsas nöqtədə buradadır ki, xanım Fatimə-i Zəhra belə bir anadan dünyaya gəlmişdi. Və o, elə Peyğəmbərdən öncə də İbrahimin dinində olmuş bir xanım idi. Amma İmam Sadiq əleyhissalam vurğulayır ki, Xədicə salamullah əleyha məhz Peyğəmbərlə ailə qurduğu üçün Qureyş xanımları onu o qədər əziyyət verirlər, tərk edirlər, tənha qoyurlar. Həddindən artıq təkliyə düçar olur və hətta xanım Fatiməyə dünyaya gətirərkən onun nə qədər kömək lazım olur və köməyinə də yetişmirlər. O yüzden də Allah təbarək və təala ona behişt xanımlarını köməyə göndərir. Dördüncü xanım isə xanım Fatimə-i Zəhradır. Xanım Fatimə-i Zəhra o qədər əziyyətlərə düçar olur ki, rəvayətlərdə və hədislərdə də vurğulanıb ki, o hətta şikayət edərdi və Peyğəmbərə üst tutub deyərdi, Peyğəmbər dünyasını dəyişdikdən sonra. Düzdür ki, kiçik yaşlarından əziyyətləri görür və mərhələ-mərhələ tarixə diqqət yetirsək, görəcək ki, kiçik yaşlarından anasını itirir, Peyğəmbərin əziyyətlərini görür Məkkədə və daha sonra hicrətdə çox əziyyətlərə düçar olurlar. Ondan sonra Mədinəyə gəldikdən sonra Həzrəti Əli əleyhissalamla ailə qurur və Həzrəti Əli əleyhissalam ömrünün çox hissəsini bildiyimiz kimi müharibələrdə, İslami müharibələrdə keçirilir. O evin, uşaqların qayğısına qalır və insanlara böyük bir xidməti olur. Fizzə kimi şəxsləri tərbiyələndirir və yetişdirir və İlaxır bir çox biz tarixdən şeyləri görə bilərik ki, Mədinədə də xüsusi sıxıntılar var idi. Amma Peyğəmbərin olduğu dönəmdə yox, Peyğəmbər dünyadan getdikdən sonra daha şiddətli müsibətlər üz gətirir bu ailəyə. Və xanım Fatimə-i Zəhra o qədər narahatçılıq keçirdir ki, həmişə Peyğəmbərlə qəlbinin sözünü danışır və Peyğəmbərə deyir ki,
Ey ata, ey Allahın rəsulu, səndən sonra sənin ailəvin, sənin övladlarının hörmətini gözləmədilər. Allahın kitabını unutdular. Sənin ümmətin çox tez şəkildə azğınlığa düçar oldu. Yəni sözün əsl mənasında xanımın sözlərinə baxdığımız zaman, hətta bəzi mənbələrdə qeyd olunur ki, xanım belə deyir ki, biz peyğəmbərin övladları deyilikmi? Nə tez unutdunuz? Nə tez peyğəmbər dünyadan köçəndən sonra onun ailəsinə, onun övladlarına ehtiramsızlıq etdiniz və onun sözlərini ayaqlar altında qoydunuz. Və şikayətləri sırasına baxdığımız zaman görürük ki, xanım Fatimə Zəhra Allaha və peyğəmbərə davamlı iki dəstəni şikayət edir. Birinci dəstə xilafətin qəsbini edən şəxslər idi. Hansı ki, onlar imaməti ayaq altında qoydular. Hər şeyin şahidi ola-ola, peyğəmbərin buyurduqlarının şahidi ola-ola. Dilə də gətirirlər, biz ötən dəfə də qeyd etdik ki, dilə gətirirlər ki, peyğəmbər bizə ən əziz adamdır, ya Fatimə, və sən ondan sonra bizə ən əziz şəxssən, amma bu məhəbbət, bu əzizlik mane olmayacaq ki, biz sənin evə atəş vuraq. Əgər sizə tərəf kimsə gəlsə və Əli əleyhissalama beyyət etməyə çalışsalar, haqqı müdafiə etməyə çalışsalar, biz baxmayacaq heç bir şeyə. Xilafəti qəsb etdilər və bu xilafət ilahi bir xilafət olmalı idi, Əli əleyhissalama yetişməli idi, amma qəsb olundu. Xanım Fatimə Zəhra həmişə namazlarından sonra ümumiyyətlə ağlayarkən, peyğəmbəri ziyarət edərkən, Həmzənin qəbrini ziyarət edərkən, bu gileyi, bu şikayəti dilinə gətirir və davamlı olaraq Allaha və peyğəmbərə şikayət edir onlardan. İkinci dəstə isə qəlbində kin daşıyan münafiqlərin şikayəti idi ki, hansı ki peyğəmbərin dünyadan köçməsindən sonra onların kini aşkar olmuşdu. Və hətta Ummu Sələmə bir gün gəlir soruşur ki, ya Fatimə, gecəni sübhə qədər necə səhər etmisən? Xanım Fatimə Zəhra öz gileyini deyir ki, mən gecəni sübhə qədər qəm və qüssə və əzab içində səhər eləmişəm və Allaha və peyğəmbərə şikayət edərək səhəri açmışam. Bu şəkildə, xanım Fatimə Zəhra Allaha və peyğəmbərə, Allah peyğəmbərinə şikayət edir bu iki dəstədən. Bəs deməli, bu sözlər xanımın öz dilindən tarixdə qeyd olunubdur. Həzrət xanım Fatimə Zəhranın əziyyətli günləridir. Bu əziyyətli günlərdə həqiqətən də tarixə diqqət yetirmək lazımdır ki, mən bu Fatimiyənin əvvəlindən vəzifə olaraq siz dəyərli izləyicilərə çatdırmağa çalışmışam ki, bugün biz də bu günahlara mürtəkib ola bilərik, bugün biz də bu xətalara mürtəkib ola bilərik və əgər öz dövrümüzün imamına diqqəti azaltsaq və onun qəlbini yaralasaq, onun gəlməsi üçün şərait yaratmasaq, imamətin zahir olması üçün şərait yaratmasaq, zühur etməsi üçün şərait yaratmasaq, bəs o zaman biz də sanki Mədinə əhli kimi xəyanət etmişik xanım Fatimə Zəhranın balası İmam Zaman əleyhissalama. Bu yüzden də tarixə bu günlərdə daha çox diqqət yetirmək lazımdır və tarixdən dəfələrlə vurğulayıram ki, örnəklər, nümunələr, ibrətlər götürmək lazımdır. İnşallah ki, Allah Teala bizim aqibətimizi xeyirli etsin, bizi hər iki dünyada xanım Fatimənin və imamların vilayətindən uzaq salmasın inşallah və bir daha xanım Fatimənin şəhadəti günlərində, əza günlərində sizə təsliyyət ərz edirəm və başsağlığı diləyirəm. Hələlik bugünlük sizə Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.